Ben bu illər gözləyirəm ki, Liverpool treble eləsin. Niyə görə? Manchester United treble eləyib, tarixində var. Manchester City'nin treble var. Bavariyanın 2 dəfə treble var. Qonşuda var, məndə niyə yoxdur, hə, Liverpool? Hə. Treble yoxdur Liverpoolun tarixində. Mən düşünürəm ki, bu illəri ən yaxşı andır ki, treble eləsin. Yəni Liverpool üçün bundan yaxşı şans var. Yaxşı şansdır. Çox güclüdür. Çox keyfiyyətli oyunu var. Yəni bu cür şans bir də ələ düşməyəcək. Yəni bu il eləməsə nə vaxt eləyəcək? Bir dənə söz var, əgər mən deyiləmsə kim ola bilər? Və Liverpool da indi özünə deməli, əgər mən bunu eləyə bilməsəmsə kim eləyə biləcək? Yəni bunu ancaq mən eləyə bilərəm. Liverpooldan Çempionlar Liqasında da güclü performans gözləyirəm. Treble eləyəcək demək, mən ayaqlarım dediyim kimi, ölkə çempionatını götürməlidir. O siyahıda var da. Ona görə bir balaca tərəddüd edirəm. Çempionlar Liqasında açıq favoritlərdən biri elə Liverpooldur. Bu danılmaz faktdır, hal-hazırki heyəti ilə, oyunu ilə. Amma ölkə çempionatında məsəl üçün uzun illərdir, son illərdir elə yaxşı oynayıb heç bir nəticə əldə eləməyən Arteta var. Qınayırlar, ondan da tələblər, gözləntilər böyükdür. Plus ötən mövsüm bir balaca boşluqları, yəni düşüşləri oldu City'nin, Pep'in özünün keçdiyi şəxsi çətin məqamlar və bu mövsüm Pep də özünü doğrultmaq istəyir. City də özünü doğrultmaq istəyir. Bunların qabağında bir də şey var da, Liverpool treble qazanmaq istəyir.